necə deyim, rayonlara düşürəm də. 5 ildən bir keçirlər, hə deyəsən. Yox, hər il, hər il. İldə bir dəfə hər bir müəllimə keçməlidir, hə? Yox, müəllim, necə deyim sizə, müəllim ixtisası alanlar müəllim kimi fəaliyyət göstərmək üçün imtahan verməlisən. Verdiyin imtahanlar nəticəyə uyğun da, yəni Təhsil Nazirliyi yönləndirir də məktəblərə, başa düşdünüz? Yəni vakansiya kimi. Siz bəharda dərs demək istəyirsiniz? Mən indi Bakıda yaşayıram və yaşadığım ərazidə. Nə bilim, gələn ilə şansınız daha çoxdur. Bu il çox azdır şansınız. Bəlkə nə bilim, başqa vasitələrlə Ağdam ola bilər, bəli, ehtimal ora çox böyükdür. Amma Bakını nəsə mən sizə görmədim bu ilə. Bu il Ağdam ola bilər, amma Bakı alınmayacaq. Allah eləsin alınsın, şansınızı yoxlayın, amma nəsə mən Bakıda görmədim. Əsas odur ki, işləyəm müəllim, çünki Ağdama da köçlə bağlı bəlkə ehtimal var ki, atam getmək istəyir. Getdi, ona görə nəysə də müəllim olmaq istəyirəm, işləmək istəyirəm onun üçün. Amma müəllimə kimi görürəm, fəaliyyət göstərəcəksiniz. Əsas elə önəmli olanı budur. Alınacaqdır, müəllimə kimi fəaliyyət göstərəcəksiniz. Amma sizi Bakıda görmürəm. Allah köməyimiz olsun. Sağ olun. Bu qədər. Necə deyim, rayonlara düşürəm.